Ən ləzzətli turşu qovurmalı plovu birlikdə hazırlayırıq. Əti Videomu beğenmeyi unutmayın. mühürləyirik, üzərinə su tökürük və yumşalana kimi pişiririk. Duzunu sonlara yaxın əlavə edirik. Düyünün suyuna duz, limon duzu və qənd əlavə edirik və yaxşı-yaxşı yuyub nişastadan ayırdığımız düyünü bişiririk. Süzərkən əvvəlcədən götürdüyümüz düyünün duzlu suyundan gəzdiririk. Dəmə qoyduğumuz zaman da üzərinə çox az su əlavə edirik. Mən sarımsaqdan istifadə etdim, siz istəsəniz zəfəranla da əvəz edə bilərsiniz. Qapağın altından kağız dəsmal sərərək dəmə qoyuruq. Turşu qovurması üçün soğanı samanvari doğrayırıq. Soğanın pöhrəsini doğramırıq, çıxardıb atırıq. Plov üçün kişmişi mən bu cür hazırlayıram. Unutmuşdum, onu da sonradan əlavə edirik. Soğanın üzərinə duz, şəkər tozu və sarı kök əlavə edirik. Soğan qovurulduqdan sonra əti qovurmaq üçün tavaya əlavə edirik və quru meyvələrimizi də qovururuq. Şabalı dondurucudan götürüb istifadə edirsinizsə, donunu açmadan tavaya əlavə edin ki, qaralma olmasın. Bir qazana qovurduğumuz əti və digərlərini qat-baqat yığırıq. Ətin suyunu süzdürərək kəfindən ayırırıq və şəffaf bir görüntü alırıq. Həmin suyu qazanımıza əlavə edirik və üzərinə biraz limon suyu əlavə edirik. Məndə ətin suyu az idi deyə ən sonda biraz daha su əlavə etdim və gördüyünüz kimi suyu dumduru, sapsarı, qəşəng bir aşqaramız alındı. Hazırlayıb yeyəcək olan hər kəsə nuş olsun. Bəs siz necə hazırlayırsınız? Bölüşsəniz sevinərəm.